Salam dəyərli futbol sevərlər, dəyərli Qarabağ sevərlər. Ekrana yaxın oturun. Olduqca möhtəşəm bir videonu sizlərə təqdim edəcəm. Xüsusilə Qarabağ azarkeşləri üçün maraqlı olacaq bir videodur. Şərhlər bölümündə mütləq Qarabağ azarkeşləri də öz fikirlərini yazsınlar. Qarabağ Futbol Klubunda böyük dəyişikliklər başlayır. Yeni mövsüm yaxınlaşdıqca Qarabağda transfer xəbərləri daha da qızışır və artıq görünən odur ki, komandada ciddi ayrılıqlar olacaq. Çünki bəzi futbolçular var ki, son mövsümdə gözləntiləri doğrultmadı. Komandaya lazım olan faydanı verə bilmədi və klubun onlara yola salmağa çalışdığını görürük. Digər tərəfdən də elə oyuncular var ki, onlar xaricdən yaxşı təkliflər alıblar. Qarabağdan ayrılıb daha böyük liqalarda çıxış etmək istəyirlər. Ən vacib məsələ isə Qarabağ komandası böyük ehtimalla bu mövsüm çempionluğu əldən verib və Çempionlar Liqasında çıxış etməyəcək. Ona görə də Avropanın ən böyük klub turnirində çıxış etmək hüququ qazanan digər klublara da yönələn futbolçular olacaq. Bəli, baş məşqçi Qurban Qurbanovun da klubdan ayrılacağı gündəmdədir. Etibarlı mənbədən aldığımız məlumatları sizin nəzərinizə çatdıracağıq. Hansı futbolçuların Qarabağdan ayrılmaq ehtimalı nə qədərdir? Qurban Qurbanov hara gedir? Niyə gedir? Bu barədə də sizləri məlumatlandıracaq və digər olduqca maraqlı məlumatlar var. Dəyərli izləyicilər, bir qədər öncə qeyd elədim, Qarabağda ciddi dəyişikliklər baş verir. Xüsusilə Qurban Qurbanovun yol üstü olması məsələsi də gündəmdədir. Elə ilk öncə ondan danışaq, daha sonra Qarabağdan hansı futbolçuların ayrılmaq ehtimalları nə qədərdir? Bu arada 100% Qarabağdan ayrılacaq futbolçular da var. Onları da sizin nəzərinizə çatdıracağıq. Eyni zamanda transfer məsələlərinə də toxunacağıq ki, Qarabağ komandası kimləri transfer etmək niyyətindədir. Beləliklə, Qurban Qurbanov Qarabağ komandasının artıq 18 ildir ki, baş məşqçidir. 2008-ci ildən bu tərəfə baş məşqçidir Qarabağ komandasında və onun müqaviləsi 2027-ci ildə başa çatır. Qarabağ komandası ilə qazandığı uğurlar təbii ki, bir sıra klubların diqqətini çəkir və Qurban Qurbanova tez-tez təkliflər gəlir. Sonuncu təklif isə Qurban Qurbanov üçün artıq yeni mərhələnin başlanğıcı olub deyə bilərik. Çünki 2027-ci ildə müqaviləsi Qarabağla başa çatan Qurban Qurbanov yeni macəra axtarışındadır. Amma o gələn təklifləri dəyərləndirərkən uzun müddətli proyektlərə xüsusi diqqət yetirir. Və aldığımız məlumata görə Girona klubu məhz Qurban Qurbanovun xidmətində maraqlıdır və Qurban Qurbanov da danışıqları 2027-ci ildə davam etdirməyi təklif edib aldığımız məlumata görə və 2027-ci ildə, yəni bir il sonra müqaviləsi başa çatanda Qurban Qurbanov Girona ilə uzun müddətli bir proyektdə çalışmaq fikrindədir İspaniya La Liqasında. Bəli, məncə Qurban Qurbanov uğurlu ola bilər. Bəli, uzun müddətli, necə ki Qarabağda öz istədiyi komandanı yığıb nəticələr əldə edə bilirsə, Gironada da həmin üsulla uzun müddətli nəticələr əldə edə bilər. Nə düşünürsünüz? Qurban Qurbanov Qarabağdan getsinmi Gironaya, yoxsa Qarabağda mı qalsa yaxşıdır? Qurban Qurbanovun özü baxımından hansı daha faydalı olar? Fikirləriniz mənim üçün də maraqlıdır. İndi isə gələk futbolçulardan hansılar Qarabağdan ayrılır. İstəyirəm qapı xəttindən başlayaq. Çünki çox ciddi dəyişikliklər qapı xəttində gözlənilir. Məsələn, Kohalski Qarabağdan israrla ayrılmaq niyyətindədir. Ona çox yaxşı təkliflər var və o ötən mövsüm özünü yaxşı tərəfdən göstərdi. Yenə də Çempionlar Liqasına çıxış etmək istəyir. Ona görə də Qarabağdan ayrılmaq və Lex komandasına, Polşanın Lex komandasına keçmək istəyir. Təbii ki, burada Lex komandasının Polşa çempionu olması məsələsi də, yəni Çempionlar Liqasına vəsiqə qazanmaq məsələsi də rol oynayacaq. Bundan əlavə Vidzev komandası və digər Avropa klublarının, bir sıra Avropa klublarından da Kohalskiyə təkliflər var və izləyən klublar var. Məsələn, Napolinin Kohalskini izləməsini özü etiraf etmişdi. Amma gözlənilən odur ki, Lex komandası Kohalskini transfer eləsin. Qarabağ komandası da bu transfer qarşılığında əvvəl 5 milyon avro tələb edilirsə, hal-hazırda 3 milyon avro da qənaət edəcək deyəsən. Çünki
Artıq müqavilənin sonuna 1 il qalıb. Kohalski qətiyyətlidir getməkdə. Qarabağ əgər buraxmasa, 3 milyon təzminat alıb buraxmasa belə 1 il sonra Kohalski Qarabağdan gedəcək. Ona görə də Qarabağ vaxtında təzminat alıb, büdcəsini də artırıb, həm də yeni qapıcı axtarışındadır bilirsiniz. Və Fabian Buntiçlə də, Kohalski ilə də müqavilə 2027-ci ilin yayına qədərdir. Amma qeyd etdiyim kimi Kohalski daha böyük liqalarda, daha böyük klublarda çıxış etmək istəyirsə, Fabian Buntiç Qarabağda artıq ikinci qapıcı olmaqdan yorulub, amma birinci qapıcı olmaq şansını da qazana bilmir. Performans o deyil. Ona görə də Qarabağ komandası Fabian Buntiçə bildirib ki, əgər ikinci qapıcı olmağa razı deyilsənsə, özünə klub tap, ya icarəyə verək səni, ya da birbaşa transfer etsinlər. Ona görə də Fabian Buntiç də qapıcı axtarışındadır. Şəhrüddin Məhəmmədəliyevin müqaviləsi başa çatır və Şəhrüddin Məhəmmədəliyev də Qarabağdan ayrıla bilər. Məsələ odur ki, məsələn, Fabian Buntiçin Qarabağdan ayrılma ehtimalı 60-65%, Kohalskinin Qarabağdan ayrılma ehtimalı 70-75% göstərilirsə, Şəhrüddin Məhəmmədəliyevin Qarabağdan ayrılmaq ehtimalı cəmi 10% göstərilir. Baxmayaraq ki, Şəhrüddin Məhəmmədəliyevin müqaviləsi yayda başa çatır. Qeyd olunur ki, Şəhrüddin Məhəmmədəliyev yenidən Qarabağ komandasının əsas qapıcısına çevriləcək. Düzdür, mövzu odur ki, Şəhrüddin tez-tez qolundan zədələnir və bu Qarabağı çətin vəziyyətə salır. Amma Qarabağ komandası daha bir qapıcı transfer etməklə Şəhrüddini sığortalamaq şərti ilə əsas qapıcı çevirmək istəyir. Eyni zamanda Amin Ramazanovla da müqavilə uzadılacaq. Amin Ramazanovla da müqavilə bu yay başa çatır. Görək nə olacaq sonu, amma Amin Ramazanovla müqavilə şansının 50-50 olduğu göstərilir. 50% şans var ki, davam etsin Qarabağda. Qarabağdan 100% ayrılacağı göstərilən futbolçunun biri Sami Emamedir, dəyərli dostlar. Sami Emame, hansı ki, Dinamo Zagrebdən Qarabağa transfer olunmayıb, yəni icarəyə verilib, dəyərli dostlar. İcarə əsasında Qarabağın düşərgəsindədir və əvəzedici heyətə cəzalandırılaraq göndərilib, amma əvəzedici heyətdə də son oyunda bəlkə də bilərəkdən elədi. Hakimlə çox sərt şəkildə danışdığına görə ikinci sarı vərəqədən sonra qırmızı vərəqə ilə cəzalandırıldı 41-ci dəqiqədə və meydandan qovuldu. Təbii ki, bu Qarabağa böyük zərər verdi. Sabah komandası 1-0 hesabı ilə qalib gəldi. Qarabağ komandası üzərində əvəzedici heyətlərdən söhbət gedir. Ona görə də Sami Emamini mütləq yola salacaq Qarabağ komandası. Digər 100% Qarabağdan ayrılacağı və hətta onun Qarabağda başqa vəzifəyə, yəni ola bilər ki, məşqçilər korpusunda və yaxud uşaq futbolunda hər hansı bir vəzifəyə veriləcəyi gözlənilir. Xüsusilə qeyd olunur ki, Avtandil Hacıyevin koordinator vəzifəsində deməli Avtandil Hacıyevin müqaviləsi başa çatır. Ola bilsin ki, Bədavi Hüseynov məhz bu vəzifəni tutsun. Yəni onun futbolçu karyerası göstərilir ki, 100% başa çatacaq. Bəhlul Mustafazadənin Qarabağdan ayrılmaq şansları var idi, amma Çin klubuna bilirsiniz keçməli idi. Amma Bəhlul Qarabağda qalmağı tərcih elədi və daha sonra zədələndi. Onun yayda yenidən sıralara dönəcəyi gözlənilir. Yaxın zamanlarda Qarabağdan ayrılacağı gözlənilir. Ən azı yayda ayrılmayacaq Qarabağdan. Ehtimal odur ki, onun cəmi Qarabağdan ayrılmaq ehtimalı 23% göstərilir. Kevin Medina Qarabağdan ayrılmaq ehtimalı 34% göstərilir, amma qeyd olunur ki, böyük ehtimalla bu yay Qarabağdan ayrılmayacaq, növbəti yayda Qarabağdan ayrılacağı gözlənilir. Qarabağdan ayrılmaq ehtimalı böyük olan futbolçulardan biri də Toral Bayramovdur ki, hansı ki, hal-hazırda 81% onun Qarabağdan ayrılacağı gözlənilir ki, bu onunla bağlıdır ki, Torala Kolumbus Crew, Nəriman Axundzadənin çıxış etdiyi klubdan təklif var. Eyni zamanda Toral Bayramov artıq əsas heyət üzvünə çevrilə bilmir. Ona görə də
yaxşı performansına baxmayaraq əsas heyətdən daim kənarda qalır. Ona görə də daimi çıxış edə biləcəyi bir kluba keçid etmək istəyir. Hətta onun ölkə daxilində də başqa kluba keçmə ehtimalları var. Bu sabah da ola bilər. Amma əsas məsələ Columbus Crew komandasıdır. Və Qarabağın digər müdafiəçisi Jeremy Gnali yeni transfer. Qurban Qurbanov bu futbolçunu transfer etdirsə də hələ ki onun performansından razı deyil. Toral Bayramov əgər başqa kluba keçməsə, Jeremy Gnali icarəyə veriləcək. Ehtimal olunur ki, bu Zirə komandası ola bilər. Əgər Toral və yaxud Elvin komandadan ayrılarsa, onda Jeremy Gnali komandada qalacaq. Bu arada Elvin Cəfərquliyevdə çoxlu təkliflər var və Elvin Cəfərquliyevin Qarabağdan ayrılmaq ehtimalı hal-hazırda 56% göstərilir. Amma mən düşünmürəm ki, Elvin bu mövsüm Qarabağdan ayrılsın, yəni ki, Qarabağda yoluna davam edəcək. Və çox sürpriz göstəricilərdən biri, bilmirəm bu nə ilə bağlıdır, Abbas Hüseynovun məhz Qarabağdan ayrılacağı faiz ehtimalı çox yüksək göstərilir, 78% göstərilir. Niyə? Bilmirəm. Hər halda Qurban Qurbanovun qardaşının da yeznəsidir, komanda, belə deyək, baş məşqçiyə də yaxın adamdır. Düşünmürəm ki, Abbası da hansısa bir top klub və yaxud hansısa klubdan istəyirlər. Ona görə niyə Abbası bu şəkildə Qarabağdan ayrılacaq ehtimalı yüksək göstərilir? Bilmirəm. Hər halda görəcəyik. Yay transfer pəncərəsinə artıq sayılı günlər qaldı. 1-2 aydan sonra artıq Qarabağda ciddi buxarlanma olacaq. Bir çox futbolcular Qarabağın düşərgəsini tərk edəcəklər. Matias Silvaya müəyyən təkliflər var, amma o Qarabağda qalmağı tərcih edir və hal-hazırda onun Qarabağdan ayrılma ehtimalı cəmi 7% göstərilir. Marko Yankoviçə təkliflər var və Marko Yankoviçin Qarabağdan ayrılma ehtimalı 61% göstərilir. Marko Yankoviç Qarabağ üçün çox faydalı futbolçudur deyə düşünürəm, amma aldığımız məlumata görə ona çox saylı təkliflər var. Ona görə də bu təklifləri dəyərləndirməyi düşünür və bu baxımdan Marko Yankoviçin də Qarabağdan ayrılma ehtimalı yüksəkdir. Pedro Bicalho bir neçə təklif almışdı Çempionlar Liqasında göstərdiyi performansdan sonra. Onun da Qarabağdan ayrılma ehtimalı 47% göstərilir. Amma Qurban Qurbanov bunu buraxacaqmı yoxsa yox, komandaya çox fayda verən futbolçudur. Qarabağdan ayrılmaq ehtimalı yüksək olan futbolçulardan biri də Dani Boltdur. Dani Boltun Qarabağdan ayrılma ehtimalı 69%-dir. Qurban Qurbanovun Dani Bolta özünə klub tapması tapşırıldığı bildirilir. Onun performansına razı deyil. Bəhlul Mustafacanın zədələnməsindən sonra Dani Bolta şans verir Qurban Qurbanov. Amma yeni mərkəz müdafiəçilər, yeni futbolçular transfer olunandan sonra Dani Boltu satmağı və yaxud icarəyə verməyi düşünür Qarabağ komandası. Abdullah Zubir bu yay Qarabağdan ayrılmayacaq. Onun ayrılma ehtimalı cəmi 1% kimi göstərilir. 0-1% arası kimi göstərilir. Bu yay Qarabağda yoluna davam edəcək Abdullah Zubir. Qarabağdan ayrılmaq ehtimalı böyük olan futbolçulardan biri də Addayıdır. Onun Qarabağdan ayrılmaq ehtimalı 73,5% göstərilir. Addayı müqaviləsi başa çatır artıq 2 aydan sonra, amma Qarabağın təkliflərini geri çevirib israrla Qarabağdan ayrılmaq, daha böyük liqalarda çıxış etmək istəyir ki, aldığımız məlumata görə çox saylı təklifləri də var və ilkin razılaşma əldə etdiyi klub da var. Addayı Qarabağdan deməli 73,5% ehtimalla ayrılacaq. Qarabağdan ayrılmaq ehtimalı az görünsə də Johnny Montiel'in də elçiləri kifayət qədər çoxdur, amma o Qarabağda qalmağı tərcih edir. Hələ ki, indi görək təkliflər hansı yöndə olacaq. Yaxşı təklif olarsa Qarabağ komandası da yox deməyəcək, amma indiki halda onun Qarabağdan ayrılmaq ehtimalı cəmi 17% göstərilir. Qarabağa kifayət qədər fayda verən futbolçudur. Məncə çox yaxşı uyğunlaşdı Qarabağ komandasına və təbii ki, performansı yüksək olan futbolçudur. Kadi Borges Qarabağın ən sevilən futbolçularından biri. O da Qarabağdan heç yerə getmək istəmir. Düzdür, ona təkliflər var və onun Qarabağdan ayrılmaq ehtimalı 24% kimi göstərilir. Amma
24,2% kimi göstərilir. Amma Kadi Borges Qarabağda qalmağa üstün tutduğunu Qarabağ rəhbərliyinə də artıq çatdırıb. Hikmət Cəbrayılzadə, Qarabağın gənc futbolçusu, 2 aydan sonra Qarabağla müqaviləsi bitir. Qarabağ hələ ki bu futbolçuya müqaviləni uzatmır. Amma gözlənilən odur ki, müqavilə uzadılacaq. Təbii ki, hal-hazırda onun oynadığı mövqedə çox güclü futbolçular var. Amma Qarabağ komandası müqaviləni uzadıb, daha sonra futbolçunu sata bilər və yaxud icarəyə verə bilər Azərbaycanın hər hansı bir klubuna. Çünki onu ehtiyatda oturub söndürmək istəmir Qarabağ komandası. Bilir ki, yaxşı potensial var və onu üzə çıxardıb, yaxşı qiymətlə də satmaq olur gələcəkdə. Ona görə də Hikmət Cəbrayılzadənin düşünmürəm ki, müqaviləsi başa çatsa da bu yay Qarabağdan ayrılsın. Və Leandro Andrade'nin Qarabağdan ayrılmaq ehtimalı 43% göstərilir. 43% ilə Leandro Andrade Qarabağın ən bahalı transfer dəyərinə malik olan futbolçusu, Qarabağın ən vacib futbolçularından biri. Məncə onun kifayət qədər müştərisi var. Ona görə də onun Qarabağdan getmə ehtimalı məncə 43%-dən daha çoxdur. Hər halda siz də öz fikirlərinizi yazın. Qarabağdan ayrılacağı 94% göstərilən futbolçu Aleksey Kaşukdur, dəyərli dostlar. Deməli, Aleksey Kaşukun çıxış etdiyi zonada Leandro Andrade var. Onun kölgəsində qalır Aleksey Kaşuk. Arada o zonada Tural da oynayır. Ona görə də Aleksey Kaşuk əsas heyət üzünə çevrilə bilmədiyi üçün Qarabağdan ayrılmaq niyyətindədir. Xüsusilə onun dostu Aleksey İsayev Sabah komandasına qayıtdı. Aleksey Kaşuk da bilirsiniz Sabah komandasından oynamış bir futbolçudur və çempion olaraq Çempionlar Liqasına Sabah komandası gedəcək. Ona görə də Aleksey Kaşukun məhz Sabah komandasına keçmək niyyəti var. Və görək bu niyyət baş tutacaq. Dəyərli dostlar, Musa Qurbanlının Qarabağdan ayrılmaq ehtimalı 0% göstərilir. Hər halda yəqin ki, bu yay ayrılmasından söhbət gedir. Musa Qurbanlı növbəti yayda əgər Qurban Qurbanov Qarabağdan ayrılarsa, ola bilsin ki, Musa Qurbanlı da başqa kluba keçid edə bilər. Və Qarabağdan ayrılacağı gözlənilən futbolçulardan biri də məhz Kamilla Durandır, dəyərli dostlar, hal-hazırda ekranda görürsünüz. Kamilla Duran Çempionlar Liqasında göstərdiyi performansla o qədər klubların diqqətini cəlb edib ki, təbii ki, bu saysız hesabsız təkliflər onun da başını bir qədər gicəlləndirir və onun Avropa klublarından birinə keçmək ehtimalı çox yüksəkdir, dəyərli dostlar. Onu da sizin nəzərinizə çatdırım. Çox təəssüf ki, burada Rami Şeydayevin şəkli qarşıma çıxmadı. Hər halda qeyd edim, sizin nəzərinizə çatdırım. Rami Şeydayevlə müqavilə müddəti başa çatır. Rami Şeydayevin də Qarabağdan ayrılma ehtimalı 100% kimi göstərilir. Kamilla Duranın bu arada Qarabağdan ayrılmaq ehtimalı yüksəkdir. 68,3%. Rami Şeydayevin Qarabağdan ayrılma ehtimalı 100% kimi göstərilir və Qurban Qurbanovun onun xidmətində artıq maraqlı olmadığı bildirilir. Belə, deməli, Qurban Qurbanov bu yay getmir. Ən yaxşı halda gələn yaya qədər Qarabağdadır. Ən pis halda daha doğrusu. Futbolçuların da ayrılmaq ehtimallarını sizin nəzərinizə çatdırır. Bəzi futbolçular 100% ehtimalla Qarabağdan ayrılacaq deyir mənbəmiz və dəyərli dostlar, Qarabağ komandasının transfer etmək istədiyi bir sıra futbolçular var ki, hal-hazırda Qarabağ komandasına yaxın günlərdə bir transfer gözlənilir, onu da sizin nəzərinizə çatdırım və ehtimal olunur ki, bu mərkəz müdafiəçisi olacaq. Yayda isə artıq ilkin ön müqavilə bağladığı bir sıra futbolçular Qarabağa gələcək. Bu barədə kanalımızda video paylaşmışam. Ona görə təkrar danışmaq istəmirəm. Yeni məlumatlar sabah inşallah sizlərin nəzərinizə yeni videoda çatdırılacaq. Əvvəlki videonu bu videodan bitirdikdən sonra kanalımıza girib digər videolarımızı izləyib digər məlumatları da ala bilərsiniz. Transferlərlə bağlı çox sayılı videolarımız var. Videonu bəyənin, şərhlər bölümündə fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə abunə olub bildirişi açıq tutun. Mən isə indilik sizlərlə sağollaşıram. Növbəti videoda görüşmək ümidi ilə hələlik.